Salam millət, bugünkü dərsimizin mövzusu ICT ikili zonları olacaq, sessiyalar adlanır. Əslində sessiyalar bizim əməliyyat açan zamanı çox köməyimizə gəlir. Çünki marketin, akkumulyasiya ərəfəsini, manipulyasiya ərəfəsini və distribution ərəfəsini çox rahat görə bilirik. Yaxud da ki, ən əsas həcmli olduğu ərəfəni çox rahat görə bilirik. Bizim üçün çox vacibdir. Açığı video hazırlayanda gördüm ki, mən sessiyaları artıq bir ilə yaxındır ki, istifadə etmədiyim üçün, hətta bir ildən də çoxdur istifadə etmədiyim üçün unuduram. Ona görə burada əslində sizə demək istədiyim mövzu, izah etmədiyim istədiyim mövzu ikili zonlardan da əlavə. İkili zonların içərisində, daha doğrusu sessiyaların içərisində hansı zaman aralarında 30M Power of 3 trade edə bilərsiniz. Bugün dərsi əsasən onunla bağlıdır. Amma sessiya ilə də bağlı təbii ki, məlumat almaq istəyirsinizsə, YouTube-da araşdıra bilərsiniz, yaxud da ki, burada da qısa bir məlumat verəcəm. Ümumiyyətlə, dediyim kimi, ICT ikili zonlar əməliyyat açan zamanı marketin akkumulyasiya ərəfəsi əsasən Asiya sessiyasında akkumulyasiya olur, Londonda çox zaman manipulyasiya olur və New York sessiyasında distribution olur. Görünüş olaraq, vizual olaraq bu şəkildə görünür. Çox zaman Asiya akkumulyasiya edir, London manipulyasiya ərəfəsində edir. Yəni market düşəcəksə London qalxış hərəkət edir və burada New York IM, New York PM-də əsasən New York IM-də market çox həcmli olur və market sərt şəkildə düşür. PM çox vaxt dönüş hərəkətləri olur. Bura ilə bağlı əsasən çox demək istədiyim bir şey yoxdur, amma Asiya sessiyası olsun, London sessiyası olsun, New York sessiyası olsun, bunların hayları və lowları çox vacibdir. Yəni market deyəlim ki, burada nə baş verib? Burada hayı təmizlədikdən sonra aşağı yönlü yol almağa başlayıb. Yəni bunlar Power of 3 trade edən zamanı sizin üçün çox vacib olacaq. Yəni ikili zonların hayları və lowları. Amma bugünkü dərsimizin mövzusu o deyil, çünki mən ikili zonları açığı çox uzun zamanda istifadə etmirəm. Amma saat olaraq, yəni 9:30, 9:30-dan sonra mən bütün əsasən aldığım Power of 3-ləri 10 IM Power of 3-lər üzərində qurulub, 10 IM, sonra 10:30, 11 bunlar üzərində qurulub. Bunların saatlarını sizə göstərəcəm. 30 dəqiqəlik Power of 3-ləri hansı zaman aralıqlarında trade etmək olar? Yəni bugünkü dərsimizin əsas mövzusu budur. London sessiyası, New York sessiyası, bunların içərisində New York PM sessiyası. London sessiyasında əsasən manipulyasiya mərhələsi olduğu üçün, yəni bura ehtiyatlı olun. Həqiqətən burada açdığınız əməliyyatlar sizi bəzən yora bilər, bəzən mənasız stoplar da ola bilər ilk başlarda, başa düşmədiniz, yaxud da akkumulyasiya ərəfəsi düşə bilər. Yəni həcmsiz tərəflər çox zaman olur, çünki marketin həcmli tərəfi New York IM, New York PM-də olur. Buradan 3-dən 4-ə qədər. 3-dən 4-ə qədər nə deməkdir? Yəni 3:00-dan 3:30-a qədər, 3:30-dan 4:00-a qədər və 4:00-dan 4:00-ın açılışından artıq Power of 3 axtara bilərsiniz. Bunlara aid bir nümunə göstərəcəm. Sonra New York IM sessiyasında isə 9:30, 11 arası, yəni 9:30, 10, 10:30, 11, 00. Bunlarda 30M Power of 3-i axtarmağınız daha düzgündür. Bu zaman aralıqlarında, yəni fərqli zaman aralıqlarında deyil, bu zaman aralıqlarında axtardığınız Power of 3-lər, 30M Power of 3-lər daha düzgündür. New York PM-də isə 13:00, 14:00 arası, yəni 13:00, 13:30, 14:00 arasında axtardığınız 30M Power of 3-lər daha perspektivli digərlərinə nisbətən. Burada sessiyaların cədvəlini də sizlər üçün hazırlamışam, yəni cədvəl şəklində də baxa bilərsiniz. Burada demək istədiyim zaman aralıqları nədir? Misal üçün 3:00-da siz Power of 3 axtaracaqsınızsa, yəni market 3:00-ın əgər qalxışını gözləyirsə, 3:00-ın aşağısında bir manipulyasiya hərəkəti etməlidir və bu manipulyasiya hərəkətindən sonra artıq biz giriş təsdiqləri axtarırıq və əməliyyata girmək üçün. Yaxud da ki 9:30-da, yaxud da 10 Power of 3-sində həm də 10 Power of 3-si daha digərlərinə nisbətən mənə görə daha yaxşıdır. Çünki həm də 4 saatlıq şamın açılışıdır. Həmin ərəfədə market daha, yəni aldığınız əməliyyatın həcmi daha böyük olur. Yəni market apara biləcəyiniz səviyyə daha böyük olur. Burada misal üçün sizlər üçün bir nümunə hazırlamışam. Bu deyəsən 4 şamı idi. 4 şamının açılışıdır, yəni 4 şamının Power of 3-sidir. Burada nə baş verib? Açılış. 4 şamın açılışı. Açılış olub, açılışın aşağısında bir manipulyasiya hərəkət edib, hətta burada IMD də yaradıb, yəni akkumulyasiya yaradıb, manipulyasiya yaradıb və buradan artıq marketə qalxmağa başlayıb. Bu ərəfələrdə artıq biz manipulyasiya ərəfəsində giriş təsdiqləri axtarırıq. Burada SMT ola bilər, CIS ola bilər. SMT ola bilər dedim, SMT olmalıdır. SMT-siz Power of 3-ni təsəvvür eləmək yəni mümkünsə yaxındır. SMT-siz Power of 3-ləri də söyləyəcəm, amma ilk başlarda SMT-siz Power of 3 mümkünsə yaxındır trade eləmək. Burada
SMT olmalıdır, sonra marketdə deyirəm ki, DIST olsun, IFVG olsun. Düzdür, mən çoxdan da IFVG də istifadə edirəm, amma əsasən bloklardan marketi apara bilərsiniz. Amma hələ ki, bugünkü dərsin mövzusu girişlərdə deyil, sadəcə hansı zaman araqlarında Power of 3-yə baxa bilərsiniz, onlardır. Burada başqa bir nümunə də hazırlamışam, sonra qrafik üzərində də nümunə hazırlamışam, onlara da baxacağıq. Burada da eynilə market 10 açılışının Power of 3-sidir. Burada nə baş verib? Açılış olduqdan sonra, market yuxarı yönlü bir manipulyasiya eləyib, açılışın üzərində bir manipulyasiya hərəkət eləyib, sonra burada təsdiqlərlə marketi aşağı aparmaq olar. Onsuz da market bloka toxunduqdan sonra artıq düşüş yönlü hərəkətinə davam elətdirib. Yəni burada əsas məqsəd bugünkü dərsin mövzusu hansı zaman aralıqlarında 30 M Power of 3-ləri trade edə bilərsiniz. Burada sizlər üçün dediyim kimi şablon cədvəl hazırlanıb. Burada 3-dən 4-ə qədər, yəni 3.00-dan 3.30, 3.30-dan 4, 4.30-dan 4-dən 4.30-a qədər, yaxud da 4 açılışından artıq birbaşa trade edə bilərsiniz. 9.30-dan da 11-ə qədər, 13.00-dan 14.00-a qədər. Bunlar hər biri New York zaman diliminə uyğundur. Yəni zəhmət olmasa siz də Trading View-də saatınızı New York saatı yolla uyğunlaşdırarsınız. Azərbaycan saatı deyil. Tamam, gəlin keçək indi qrafik üzərinə, orada baxaq qrafikə. Burayla bağlı suallarınız olsa yorumlarda yaza bilərsiniz. Bir də burada sizə ICT kilidi zonları necə əlavə edə bilərsiniz, onu da göstərdim. Burada ICT kilidi zonları yazılır, üzərine tıklasaz, artıq birbaşa indikatoru əlavə etmiş olacaqsınız. Mən istifadə etmirəm deyim olar ki, istifadə edirəm, necə istifadə edirəm, onu da göstərəcəm. Burada yenə bir nümunəmiz var. Baxın, market nə edib? 4 şamının açılışı baş verib, düzdürmü? 4.30 şamı açılış olub. Burada biraz da gəlin kəssəm, daha aydın görsənəcək. Aha, buranı laf kesim. Aha, burada nə görürsünüz? Market burada açılış eləyib. Burada eləyib açılışı. 4 şamı burada açılış eləyib. Açılış elədikdən sonra market aşağıda bir manipulyasiya hərəkəti yerinə yetirib. Manipulyasiya hərəkəti yerinə yetirdikdən sonra açılışın altında manipulyasiya hərəkəti yerinə yetirdikdən sonra, yəni bu ərəfədə biz artıq giriş axtarırıq özümüzə. Burada mütləq ki, bizə lazım olan SMT olsun, əlavə təsdiqlər olsun. Dediyim kimi bugünkü dərsin mövzusu deyil və buradan biasımıza uyğun, hədəfimizə uyğun marketi aparmağa çalışırıq. Bu bir nümunədir. Başqa bir nümunəyə baxsaq, burada da eyni ilə market açılış etdikdən sonra, yəni burada 10 şamı açılış etdikdən sonra biz artıq nə axtarırıq? Açılışın, əgər biasımız short istiqamətindədirsə, açılışın üzərində bir manipulyasiya edici hərəkət. Bu manipulyasiya edici hərəkəti nə qədər olacaq, onu bilə bilmərik. Yəni market qalxıb buradan da dönə bilər. Burada yuxarı çıxdıqdan sonra da dönə bilər. Burada əsasən açılışın, yəni 4 saatlıq şamı yaxud 30 dəqiqəlik şamı fitlin yaratdıqda bunu daha rahat şəkildə görürsünüz. Market açılış etdikdən sonra açılışın üzərində bir manipulyasiya hərəkət edir və bu manipulyasiya hərəkətindən sonra artıq təsdiqlərlə biz əməliyyatı, short yönlü əməliyyatımızı ala bilərik. Girişdə də burada artıq bilirsiniz, hər biriniz nəyə əsasən əməliyyatları ala bilərsiniz. Fərqli bir nümunəyə baxdıqda burada yenə 10.30 şamının açılışıdır. Baxın, burada market açılış edib. Açılış elədikdən sonra, burada açılış elədikdən sonra açılışın aşağısında bir manipulyasiya eləyib. Manipulyasiya elədikdən sonra, bu əməliyyat yadındadır, burada SMT də olmalıdır, elə xatırlayıram. Manipulyasiya elədikdən sonra burada market qalxmağa başlayıb. Yəni, burada əsasən məqsəd odur ki, yəni marketdə siz hansı zaman dilimlərində Power of 3-ni, 30M Power of 3-ni ala bilərsiniz. Burada sizə cədvəldə göstərdiyim kimi, yəni 3 şamından 4 şamına qədər, sonra 9.30-dan artıq 11-ə qədər, yəni 11-ə qədər artıq New York IM sayılır. New York PM-də isə burada 13.00-dan 14.00-a qədər burada Power of 3-ni trade edə bilərsiniz. Yəni, istənilən 30 dəqiqəlik zaman aralığında, bu sizə göstərdiyim vacib zaman aralığlarının istənilən 30 dəqiqəlik zaman aralığlarında bunu trade edə bilərsiniz. Bunlar çox vacibdir. Yəni, çünki marketdə bu ərəfələrdə 30M Power of 3 üçün daha idealdır. Bu dərsimiz bu qədər. Yəni, bu dərsi çox uzatmayacağım. Çünki burada göstərmək istədiyim mövzu budur. Sadəcə hansı zaman aralığlarında Power of 3 trade edə bilərsiniz. Növbəti dərsdə də daha da dərinlərinə keçəcəyik. Sağ olun millət, hər biriniz Allah əmanında.